Lemanın deməli Azik Ali'nin toyundan sonrası səhəri günün canlısını təqdim edirəm. Leman burada onu irad bildirən insanlara və məzələnməyə çalışan insanlara fikirlərini bildirir sərt şəkildə. Son dönemler ümumiyyətcə Lemanın Nəsirovla olan videoları populyarda çox azlığı göründüyü için biraz onlara karşı sevgi arttığını gören diğer insanlar, yayımcılar onlara karşı biraz proaktif gelir belə deyə. Ona göre Leman da onlara fikir bildirir. İzleyin, videoya keçid edirəm. İzləməmişdən önce, başlamamışdan önce videonun zəhmət olmasa like edək. Buynuz taxmalıyam mən başıma. Və yaxud da durub deyirsiniz ki, bu nə gündədir? Birincisi biz ondan dostuq, bu bir, həmişə demişəm. İkincisi, olmasın qeyrisi olsun mənim yanımda. Bu nə gündədir? Oğlan bundan utanır. Birincisi, oğlan minnəti olsun. Mən olmayayım, başqa bir oğlan olsun, yanında başqa bir xanım olsun. Minnəti olsun. Başa düşdün az, dılğırayla. O, şıntırla yorumları və özbə saxla günə. Başa düşdün az. Şəhərdə 10 dənə normalli qız varsa, elə biri də mənəm. Minnəti. Oğlanı özün gücündən də olsa soxuşduracaq. Oğlan Alain Delon'du, Dima Blanc-dı, Enrique Iglesias'dı. Oğlanı eləmişsiniz böyük bir yarışıq, mən eləmişsiniz Cındırella bu bəzi qızlar. Nə olub az? Biz qadın tərəfində durun, nə olub? Bir dənə oğlan görmədim, oğlan orada pisliyinə söz yazsın. Qızlar ancaq bu cındır qız, kül qız başıba, girdi ağzının içinə. Ağzının içinə girmək istəsəm canlı açmarım, geyib başqa yerdə girərəm ağzının içinə. Bilsən də onu yəqin. Məntiqlə bir düşünsün, bilərsən. Canlı açmama ehtiyac olmaz. Fikrim məqsədim olsa. Bildin? Dili furiya. Sen fikir verme onlara. Arkasını sen söylüyorlar. Yox, boş-boş danışırlar adam. Kimsə kimisə səmiyyət qursa, kimsə kimisə çox istəyirsə, kimsə kimisə ağzının içinə girməlidir. Bu qədər paxıl olmuyor da yaxşılardan. Düzdür, yaxşı sözlər yazan da var. Bu cümlənin altında baxıram. Əridi, çöktü, oğlan nə deyir, o nə eləyir. Ya, bəli, mən yanımdakına hörmət edirəm. Mənim yanımda əgər kimsə varsa, dost, sevgili fərqi yoxdur. Özümə görə hörmət edirəm və insanı özümə görə hörmətdə saxlayıram. Özümə görə. Çünki özümə dəyər verən xanımam. Sənin kimi bambulu döyürəm. Yanımdakını pisliyimi özümü yaxşı çıxardım. Sənin kimi paxıl döyürəm. Yanımdakını cındır eləyim, özümü yaxşı eləyim. Mən elə insan deyiləm. Mən yanımdakını özümdən üstün tuturam ki, qoy yanımdakı hörmətli olsun. Mənə görə, özünə görə. Məntiqlə düşünsün, bilərsən nə demək istədim. Mən sənin kimi döyürəm. Yanımdakını pis eləyim, özümü yaxşı eləyim. Mən buyam. Mən dostumu, sevgilim olsun, dostum olsun, hər şey. Mən hər insanı səhvləri ilə, hər şeylə qəbul edirəm. Mənim karakterim budur. Mən bir insan bu gün mənə yaxşı sabah pislisə dalından təpik vurmuram. Mən elə insanlardan deyiləm. Yəqin o yorumu yazanlar siz elə insanlardansınız. Mən insanlara dəyər verirəmsə hər şeylə qəbul edirəm o insanları. Başa düşdünüz? Yaxşı olanda hamı hamının yanındadır. Əsas odur, pis olanda hamı hamının yanında olsun. Yaxşı olanda hamı hamının yanındadır. Rantik öpürəm. Bu bəzilərimiz yəqin quyruğumuz qapı arasında qalanda şey eləyənlərdənsiniz. Rantik öpürəm, köbların üstünə qışqırmırlar. Bunlar artıq söz demirlər. Görürsüz, görürsüz, elə bir görürsüz olacağını elə bir getmişəm, artıq hərəkət eləmişəm. Məni qoyublar ortalıqda. Görürsüz, görürsüz. Az oğlandan gün ərzində 6666 dəfə mesaj yazırsan, birinə cavab yazır, ya yazmır. Çayxanada, meyxanada, turxanada, gürxanada, alxanada. Ürək istəyəndə bloka çıxardır, ürək istəyəndə blok atır. Gözəndə belə blok gürür, fışqırır. Qalmısan bütün günü karta baxanlarda, yığacaq, yığmayacaq, yığacaq, yığmayacaq. Qadın sonunda qadını başa düşür. Kapıda elə danışdı, görsən məndən zor qızsa, mən Cındırella'ya başa düşdüyünü. O yorumu yazanlara aid deyə. Deyir, oğru elə bağırdı, doğru bağır çatladı. Bəziləriniz elə yazırsınız, elə meçiddə oturursunuz, görüntülü hərəkət etmirsiniz Skype-la. Elə görüntülüdə uşaq doğmuşsunuz, əliniz oğlan əlinə dəyməyib. Arada elə biləm ki, sizin yediyiniz poxları mən yemişəm hamısını. Arada mən elə gəlir. Ona göre sen onlar sen sebebiyle. Yox, gedirəm, baxıram, arqaya baxıram arxadan oynayanlara. Filan kəsə baxdı, qara-qaradı göz. Az mən heç o filan kəsə Allah'ın and olsun bir dənə durub oynayanda gördüm ha. O söhbət bağlanıb, düşmənçilik söhbətdə bağlanıb. Siz bəzi izləyicilər elə qalmışsınız orada. Bəzilərimizin də oradan başında çatır. Girib başınızı bir iki kurs müalicə edin. Canınızı çox sağ ol. Vallahi çatmır sizin başınızda. Fərqli mənada ya. Bəzilərimizə aid o yorum. Nəyin kafasını yaşayırsınız? Hansı əsrdə qalmışsınız? Nəydə qalmışsınız? Mənim yanına yenə baxıram, ara-bura. Oğlanlara zaten. Mənim dərdim nədir? Bunlar nə yazıb orada? Kili qoyub sizin qız başınızı. Kimin paxıllığını çəkəcəm? Toyda 5 dənə qız var idi, elə biri mən idim orada. Səfəm denə səhvsən, geyimimlə, gözəlliyimlə. Cəmaat mənə baxır deyə. Mən kimə baxacam? Mənə baxır deyə cəmaat. Mən kimə baxacam?
Şükür Allaha o gündə də öyrəm ki, kiməsə baxım. Fit qızlar. İndi başlayacaq. Yaxşı ki, sinəmi balacalaşdırıb, bu boyda qarnım vardı, onu götürmüşəm. Box yemişəm. Elə bil əməliyyatdan qabaq mən xosrof idim. Biri yazıb, nəfəs kimi ürək tutur. Bakının yarısı ürək tutur ha. Falan kəs kimi papaq taxır. Bakının yarısı papaq taxır ha. Bəs mən kəs kimi çolka kəsdi. Onda heç kəs yeməsin, hamı yeyir. Heç kəs tualetə getməsin, hamı gedir. Heç kəs doğmasın, hamı doğur. Hamı bir-birinə baxıb doğur. Heç kəs ərə getməsin, hamı. Onda hamı niyə gəlinlik geyinir? Bir də mənə deyə bilərsiniz. Hə? Əgər onda belədirsə, mən kiməsə baxıb hərəkət edirsə, sən də mənə baxıb edirsən də. Nətərdir, xoşuma gəldi, girdi. Onda gəlinlik geyinmədə, sən də götür, nə bilim, qeyri-adi bir şey geyin. Deyirəm, mən özüm başqa qız oxşatmıram. Ne doxulu var? Papaq taxamırıq, oxuyub başımıza bir papaq taxamırıq. Bir çalma taxamırıq. Bir söz deyən birik. Nə bilim, ay bacı, bir hərəkət çolka kəsən bir şey deyən birik. Baxdı falan kəsə. O başıma göy payı qoymuşam. Qoydu falan kəs, bu da qoydu. Özün şey oxşadır. Fiçini oxşadır. Özü kimi, onlar kimi cütlük yarad bax. Çox çatır, mən diqinə çatır bunların başında. Başının yarısı cütlükdür ya. Loğalı kimi çıxmasın, TikTok'un yarısı ilə özünü mənə oxşadır. Məndən zəhləviz getmədi. Faktor reallıqdır. Mən TikTok'a 2019'dan gəlmişəm. Girin mənim 2019 kayıtlarıma baxın. Hərəkət edəndə falan kəs kimi edirsən. Ay yeni izləyicilər, 2019 yazın Ləman 41 çıxacaq orada bütün kayıtlarım. YouTube'da da var, Instagram'da da var, hər yerdə var. Hamını yaza biri-birinə düşmən eləmişsiniz. Kim kimə kim neyindir, kim kimə neyindir özü bilər. Baxmaq istəyirsən bax, baxmaq istəmirsən bas bayra. 6 il verici 7-ci ilə keçir. Bu yorumlara baxıram, deyirəm doğrudan da qadının düşməni deyə. Həqiqətən ha. Biraz üzümüz gülür, psio. Başa düşmədim, məni kimsə sevə bilməz. Kimsə istəyə bilməz məni. Kimsə əksiyəm bəyənmə. Ya əxlaqsızlığımı görmürsünüz, tərbiyəsizliyim. 6 ildir bu TikTokdayam. Bəlkə bir dəfə əlimə içki alıb klubda tullandığımı görmürsünüz. Əlimdə siqaret görmürsünüz. Artıq hərəkət elədiyimi görmürsünüz. Canlı yayında nə hərəkətimi görmürsünüz ki, mənə durub deyirsiniz ki, biabırçılıqdır, nə biabırçılıqdır ki? Başa düşmədim. Nə biabırçılıqdır ki? Nə olub ki mənə? Və məndən yaxşı qızsan bəlkə. Bəlkə də sən mənim yerimə boşansaydın, indi adam qalmamışdı səndə. Ya da açıq real danışıq da. Nə də boşanmışam deyə o sözü deyirsən. Belə də ki, hansısa bir oğlan minnət olsun. Lüboy bir oğlan, mənim yanımda olsa belə minnət olsun. Ki, papağını atsın göyə, 5 dəfə fırlatsın, tullansın ki, mənim kimi qızın yanındadır. Başa düşdün az. Mən zato cəmiyyətisinə çıxanda baş aşağı çıxmıram. Demirlər, şişirə bir stola oturan qızdır. Deyirlər, həyasızdır, söyüşdürəndə, amma dastoylu qızdır. Başa düşdün? Mənə demirlər Telegramda videoları parıldayır onun qıcağına. Mənim yanımda oğlan gəzəndə başını aşağı salıb gəzmir. O oğlanın telefonunda mənim Telegramdakı videolarımı atmırlar. Başa düşdün az? Başa düşdün az? Gedişinlə məşğul ol. Danışanda da bil kim haqqında nə danışırsan. Yorumlarına biraz diqqət elə. Zato alnım açıqdır hər yerdə. Başım açıqdır. Söyüş söyən ola bilərəm. Tərbiyəsiz, söyüşdürmə tərbiyəsi yox, vaxtı nənələrimiz də söyüb. Nə dəxli var? Söyüblər, cavablarını vermişəm. Bu çatır kimsə desin ki, mənim həyatımda oğlan olub, o hamının həyatında olub. Onda o başın yarısı tərbiyəsizdir. Oğlan olmaq açısından tərbiyəsiz olub. Zato ki, sizin eləməmişəm ki, nə eləmişəm, sizin gözünüzün qabağında eləmişəm. O yorumlarda yazır, filan kes bəs, filan kes bəs, mən sənə demişəm də. Mən sənə deməsəydim, sən aradan bilirdin. Mən dediyimi mən başıma vurursan. Yelloz. Kola qapağı. Badımcan qabığı az. Yelloz. Ay mənlə yanıqlı qalanlar. Dəqiqə, getdim ərə, bunlar qaldı. Bəli, alnım açıqdır. Hamın yanında kişi kimi gəzirəm, başım dik. Başım dik. Çünki hərəkətlərimi də bilirəm, hər şeyimi də bilirəm. Sən narahat olma mənim yerimə. Yelloz. Üz qalasidir ki, bunlar həyatda söz. Üz qalasi, üz qalasi, üz qalasi. Alalla, alalla, alalla. Böyle bərini almışam əlindən. Gəlin mən əri ilə bir yerdə görüm. Qızlar var ya, burada girib yazır sizə canınızda. Qiliyyətli badım, namuslu badım. O qızları vaxt-vaxtı dəstəkçilərin arvadları. Dəstəkçi vardı, arvadı cibindən çeki tapmışdı. Gedib o qızıma belə yolmuşdu. Çekilərini də belə yedizdirmişdi, qayıtmışdı talaq. Tərbiyəli bildikləri bizi. Belə, otururları belə. Bir de. Şükür Allah'a. Qış. Hələ ki, kimisi arvadı yığıb mənim rüsvay eləməyim. Allah'a min şükürlər olsun. Yol süpürəcəksən. Yaxşı eləyəcəm. Qurban olum yol süpürənlərə. Mən bəyəm TikTok'daki qabaqdakı sənətim nə olub ki? Mən həmişə demişəm, yığışdıran olmuşam.
Allah yol açıb gəlmişəm bura. Tualet də təmizləmişəm. Ayıb bilirəm onu özümə, bilmirəm. Yeni olsa yenə eləyərəm. Ehtiyacım olar eləyərəm. Tanrıram, cəhənnəmə tanrıram. Hə, mənə ona görə kimsə yuxarıdan aşağı baxacaqsa kilon başına. Məndə çatır, hə, yarım saata çatır. Salam, salam. Çünki bunlar ministerdirlər, bu yolumu yazanlar. Şeydə işləyirlər, belə yuxarıda oturublar, belə əllərində də belə, bu artqası yazanlara aiddir. Mən bunun çuvakıyam yazıb, mən kimi bu da fəhlətdə günü 20 manat 30 manat, elə yorum yazır ki, gözləyirəm, deyə qapmacın ağzını da süpük. 200 sənə başlı. Evi süpürmürsən? Yamanı, belə şeylər heç vaxt belə eləmir. Qadının sınmağı bilsiz nədir? Hansısa evli kişinin qucağında oturmaqdır. Ərinə xəyanət eləməkdir. Telegramda lüt videolar olmaqdır. 10 bin pulu ilə hərəkət eləmək. Pulu ilə kimisə stolunda oturmaqdır. Qadın onu eləməksə, qadına heç bir şey sındıra bilməz bu həyatda. Başa düşdünüz? Haçan mənim elə bir şeylərimi görürsünüz, onda mən sınaram. Mən sındırar, mən belə şeylər həyatda sındırmır. Əksinə qaldırır. Və siz məni alçatmaq istədikcə Allah məni qaldırır. Yəqin ki, görürsünüz hamınızda. Siz məni salmaq istədikcə göydəki qaldırır. Siz pulunuzu xərcləyin mollalara, ora-bura. Ona buna atın, qoy, atsınlar canlı, söysünlər məni. Mənim üçün şeylər vecimə də deyim. Zakazlar verin, qoy videolar çəksinlər, paylaşsınlar. Heç vecimə, mən bugün ən xoşbəxt qadınam ki, bəzi kişilər məndən rəqabət aparır. Deməli, mən onlardan güclüyəm, öndəyəm. Deməli, mən onları dağ çəkmişəm. Hansı kişi video çəkib məndən danışdı, deməli, mən o kişidən üstünəm. Deməli, mən varam. Deməli, sözümü deyən insanam. Bugün məndən danışılırsa, yandırıramsa, pul xərcləyirlərsə, mollalara tökürlərsə, ona buna zakazdan danışdırırlarsa, bugün məni yox eləməyə çalışırlarsa, deməli, mən varam. Dağ çəkirəm. Əslində, mən həyatdakı ən xoşbəxt insanım. İmkanım olmaya bilər, amma milyonlarla sevənim var. Bəlkə də Allah sənə imkan vermir, mən də bu şəraiti yaradıram. Hər kəsə bir yerdən verir də. Səni, Turan edib səni vizvi dəyişəcəm, oğlanlar var. Hə, başlarından oynatıram. Bəs qədər. Yaxşı gözlər. Yaxşı gözlər. Dəyişirəm imicimi. Bacıqsına lanət, bezdim day. Gəş. İmicinin xarakterini heç yoxsa. İmicini dəyişir bilirsən o xarakterində. Əli yazıb yüzəsini tapmadı. Allah ölürəm. Deyirəm, qızlar var ki, eşitirsən, biz tərbiyəli mədəni qızlarıq. Qızlar, biz ev qızlarıq, bizim çöldə qızlar var ki, adamın üzünə gülə-gülə yanındakı oğlanın ömrə soxuşdur. Bilirsiniz onu? Gəlib oğlan yanında belə otururlar da. Güya ki, bunlar, Ümumiyyətlə, həyat belədir. Ruslar. Ərin gözün qabağında aparırlar. Dəhşəti production. Toyun sonra getməyin peşmansan belə yerə. Söz gözlərini yeyirlər. Allah. Bilmir ki, bunun nə idi, əridir, bunun nə idi, oğludur. Göy əroloğlu gezənlər yoxdur. Yox, kişilərin adı çıxıb. Niyə yoxdur ki, baş? Doludur. Və yaxşılardan qıraq. Uzaqlıqlar oldu. Az indi üstümə töküldü, töküləndə pink oluram, tüpürüm sənin sifətimə. Peki! Zəhər ağrı. Töküldü də. Töküldü də. Deyir ki, maşına tabi olan şey də bunlar. Demək ki, bunlar evdə işi tərpən, robot kimi tərpəndir bu insanlar. Robot kimi tərpəndir. Tökülər, insan tökülər, üstünə tökülər, dağlarda. Həyat çatmadı. Həyat. Ölürəm. Gördü xalalar sən qulaq astılar da, sən dedin onlar da dedi yaxşı. Bunlar elə dildən başa düşmür, bunlar ancaq. Gedim özümə baxım, fanatlarım da artıq dürək toydan sonra. Zəngin mənə dur. Sən gəlin. Qarnım ağrıdı, qız nə qədər yetimsə mən də bu getmir də, bu mədə ağrısı. Mən əhdə dönüyəm, sən əhdə layiq. Həm sən mi ağladın, həm sən mi güldün? Qız psixologiyası, gah oynamaq qoyur, gah gülmək qoyur, gah da ağlamalı statuslar qoyur. Bu qızlar niyə belədir görəsən? Ərdi ya. Həyat yoldaşım sənə salam söylüyor. Həyat yoldaşımdır. Dedim də səsin gəlməsin canlı yayımda. Yaxşı.
Sonra da necə nəsli boşaltdırdı TikTok açıb. Lemon balama salam söyle. Lemon balası olsun. Nə deyir qəlibə? Demir qəlibə. Deyir qəlibə. Gəlib götürür. Ne pis oldu, ne pis oldu. Pis oldu mu? Sən də bir zəng ərdin ha. Ərdin ha bir zəng. O zaman mənim kim oldu? Heç 2 dəfə zəng gələrdi. Qadınsan, qudokun 6-cı saniyəsində aç. Bax öyrədirəm, bilmirsən. Dır 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 dır. 6-cı oturdur edirdi o qulaq asanda, sən də zəngimdə. 6-cıda götürüb açırsan. Tərəfdirmə, tez açdır. Tez açdım. Döz biraz. İçim qanaqlasa da döz. Mən ümumiyyətlə açmayacam. Axır vaxtlar bu telefonların zənglərini. Sən telefonlarımı söndür. Heç kəsən zəngləməsin. Dün elə bir Azikin yox, mənim toyum idi. Bütün kız keşf etmənəm. Adam başda Allah'a 3 dənə qayıtda gördüm Aziki. Canlı yanında mənə çəkir ancaq. Məni bir də o yanındakı. Adını çəkmək istəmirəm. Ölürəm. Salam fenomen necəsən? Yanımdakı yanım var belə. O yorumlara baxıram. Qıcanımdır.